bilirsiniz. Bugün mən və mənim kimi yay planlarını çox gec hazırlayan və ya heç yay planları olmayan kişilər üçün öz yay planlarından danışacağam. Siz də istəyirsinizsə fikir götürə bilərsiniz. Onda keçək. Ən gözəl planlarımdan biri də dil öyrənməkdir. Mən İspan dilinə üstünlük vermişəm. Siz istəyirsiniz ingilis, fransız, alman, italyan istədiyiniz dili öyrənə bilərsiniz. Birdən çox dil bilmək sizin həyatda üstünlük qazandıracaq. İkinci planım isə bir musiqi aləti öyrənməkdir. Mən əslində pianoyu evdə özüm öyrənmişəm, 2 əllə çala bilirəm və bu tətildə pianoya üstünlük vermək istəyirəm. Siz də istədiyiniz musiqi alətini çala bilərsiniz. Üçüncü plan olaraq tarix öyrənmək istəyirəm. Keçmiş dövrlərdəki insanların həyatını öyrənmək çox maraqlı gəlir. Bir digər planım isə sağlam həyatdır. Yoqaya başlamaq istəyirəm. Çox da gözəl bir fikirdir məncə. Ən sonuncu planım isə gəzməkdir. Gəzmək insan həyatı üçün çox dinc həyat təşkil edir və çox gözəldir. Hamıya tövsiyə edirəm. Çox qəşəngdir gəzmək. Gəzin.